Salam dostlar, bugün 5-ci sinif təbiət iş dəftəri 2-ci hissə mövzu 40-ı izah edəcəm. Biz ətraf mühiti necə qoruya bilərik? İş vərəqi 1. Yer kürəsini qoruyaq. Səhifə 66 və 67. Gəlin birinci tapşırığa baxaq. Yer kürəsindəki təbii ehtiyatları qorumaq üçün həyata keçirməli olduğumuz tədbirlərdən bir neçəsini boşluqlara yazın. Deməli, nə edə bilərik? Ağaclar əkməli. Meşələri qorumalı. Meşələri qorumalı. Suya qənaət etməli. Buraya yaza bilərik. Havanı çirkləndirməyən nəqliyyatlardan istifadə etmək. Havanı çirkləndirməyən nəqliyyatlardan istifadə etməli. Buraya yaza bilərik. Elektrik enerjisinə qənaət etməli. Və burada yaza bilərik ki, tullantıları atmaq yerinə təkrar emal etməli. Tullantıları atmaq əvəzinə təkrar emal etməli. Tapşırıq 2. Bağçanızdakı ağacları sayın. Ağacların sayını yeni ağaclar əkməklə 2 dəfə artıra bilərsinizmi? Bu halda növbəti illər ərzində bağçanızda nə kimi dəyişikliklər müşahidə edərdiniz? Deməli, bağçamızda çoxlu yeni ağaclar əkməklə onun sayını 2 dəfə artıra bilərik və bu zaman nə kimi dəyişikliklər olar? Bağçada hava təmiz olar. İkinciyə yaza bilərik ki, daha çox kölgəlilik yer olar. Yəni sərinləmək üçün yaxşıdır. Üçə yaza bilərik ki, bağça daha gözəl görünər. Dördə yaza bilərik ki, canlılar üçün yaşayış yeri artar. Beşə də yaza bilərik ki, torpağın torpaq daha möhkəm və sağlam olar.
torpaq daha möhkəm və sağlam olar. Səhifə 67 iş vərəqi 2. Ətraf mühiti qorumağa kömək edək. Tapşırıq 1. Cədvəldə ətraf mühiti qorumaqla əlaqədar bir çox ifadələr verilmişdir. Sən ətraf mühit üçün nə edə bilərsən? Hansı ifadə ətraf mühitə faydalıdır? Cavablarınızı işarələyin. Deməli, baxaq. Otaqdan çıxanda işığı söndürmək. Bəli, bunun ətraf mühitə xeyri var. İdman etmək, xeyr, bunun yoxdur. Tullantıları yerə atmaq, bu da əksinə ətraf mühitə zərər verir. Erkən yatmaq, sabah bütün gün məktəbdə yata bilərsən. Bu da xeyir. Daha sonra tullantını düzgün qutulara atmaq. Bəli, bu ətraf mühitə müsbət təsir göstərir. Yatmağa gedəndə işığı söndürmək, bu da bəli. Dişləri fırçalayanda suyu bağlamaq, bəli. Uzun müddətli duş qəbul etmək, xeyr. Hər gün 30 dəqiqə qaçmaq, bunun da ətraf mühitə bir faydası yoxdur. Ona görə xeyr yazırıq. Plastik stəkan əvəzinə şüşə stəkan istifadə etmək, bunun xeyri var. Zərərli alışqanlıqlardan uzaq durmaq, xeyr, bunun yoxdur. Mümkün olan yerlərdə velosipeddən istifadə etmək, bəli. İdman dərsində futbol oynamaq, bunun heç əlaqəsi yoxdur, xeyr. Tullantını atmaq əvəzinə təkrar emal etmək, bəli, bunun xeyri var. Bağçaya ağac əkmək, bəli. Günün hər saatında konfet yemək, xeyr. Otağını səliqəli saxlamaq, xeyr, bunun da bir faydası yoxdur. Ətraf mühitə. Hər gün ən azı 6 saat televizora baxmaq. Bunun da bir xeyri yoxdur. Burada 19-cu yer qalmayıb, ona görə buna özümüz qoyaq belə. Belə qoyduq. İndi işləyək üzərində. Çöl heyvanlarını yemləmək, məsələn, sərçə, qaranquş. Bunun da ətraf mühitə bir faydası yoxdur, ona görə xeyir olur. Paltar qurudan maşın istifadə etməkdənsə, paltarları bağçaya asmaq, bəli. Enerjiyə qənaət edirik. İstifadə etmədikdə elektrik cihazlarını söndürmək, bəli. Bunun da xeyri var. İməcliklərdə fəal iştirak etmək və bunun da ətraf mühitə faydası var. Bugünkü dərsimizdən bu qədər dostlar, hələlik.